İnsanlıq tarixinin dərinliklərinə endikcə müxtəlif sivilizasiyaların qədim mətnlərində təəccüblü oxşarlıqlar üzə çıxır. Bu oxşarlıqlar yerə göylərdən gəlmiş qüvvətli varlıqların mövcudluğuna dair işarələr verir. Şumer dastanlarındakı Anunnakilər, göylərdən yerə enənlər müasir nəzəriyyələrdə insanın inkişafında rol oynamış yad planetlər kimi qəbul edilir. Tövratın yaradılış kitabının 6-2-ci hissələrində də oxşar bir hekayəyə rast gəlinir. Allah övladları insan qızlarının gözəl olduğunu görüb, özlərinə bəyəndikləri hər birindən arvad aldılar. Bu tanrı övladlarının nəticəsində yaranan nəslin Nefillər adlandırıldığı və onların nəhəng, qüvvətli varlıqlar olduğu qeyd olunur. Şumerin Anunnakiləri ilə Bibliya varlıqları eyni fövqəltəbii irqin üzvləri kimi görünür. Şumeroloqlar belə hesab edir ki, bu varlıqlar yerə qızıl kimi resurslar üçün gəlmiş, insanlığı genetik müdaxilə ilə inkişaf etdirmişdirlər. Lakin onların təsiri hər zaman müsbət olmamışdır. Misir mifologiyasındakı Heliopolis Ennead 9 əsas tanrı qrupu və Quranda adı çəkilən Səmud qövmü arasında gəzən, yer üzündə fəsad törədən 9 nəfər haqqında hekayələr də bir-birinə bənzərlik təşkil edir. Belə görünür ki, bu 9-luq istər Ennead, istərsə də Səmud qövmünün fəsad törədənləri qədim mədəniyyətlərdə təkrarlanan bir arxetip, bəlkə də eyni yad planetli irqin fərqli üzvlərinin izləridir. Bu paralellər fərqli zamanlarda və məkanlarda ortaya çıxan, lakin eyni fövqəltəbii varlıqlara işarə edən qlobal bir sirrin mövcudluğunu göstərir. Sizcə Anunnakilər, Bibliya, Quran və qədim Misir mifologiyasındakı bu hekayələr tariximizin görünməyən tərəflərinə işıq sala bilərmi? Əgər bu mövzuda əlavələriniz varsa, rəy bölməsində bizimlə paylaşmağı, həmçinin videonu bəyənib kanala abunə olmağı unutmayın.